Bəzən görsəndir insanlardan halallıq almaq çətin olur. Bura qədər dediklərimiz nəzəri hissədir. Yəni biz bildik ki, insan əgər bir günah eləyibsə, başqasının haqqını tapdırıyıbsa, indi abrı ilə bağlı, malı ilə bağlı, abrı ilə bağlıdırsa, dedik ki, gedib həmin şəxs barəsindəki mənfi fikir formalaşdırmışdır. Cəmiyyətdə gərək çalışsın, müsbət fikir formalaşdırsın, onun abrını bərpa eləsin. Malı ilə bağlıdırsa, malını qaytarsın. Əgər deyir, abrı ilə bağlı, onun özü ilə birbaşa görüşə bilmirsə, yaxud malı ilə bağlı birbaşa görüşə bilmirsə, məsələn, malı götürüb, mənimsəyib, indi onu qaytarmaq istəyir, üzü gəlmir ki, üzbəyiz onu versin, bir dostunun vasitəsi ilə göndərsin. Hər hansı bir yolla o malı ona çatdırsın, ondan sonra üzrxahlıq diləsin. Ona görə də bu elə bir mövzudur ki, elə bir insan yoxdur, bu mövzudan xali qalsın. Haqqunnas insanların bir-birinin üzərində olan haqqı hər birimizə aiddir. O mənada ki, ya biz kiminsə haqqını tapdamışıq, ya da bizim haqqımız tapdanıb. Ona görə də biz bu mövzuda hansı yolu, hansı istiqaməti seçməliyik? Yumşaq istiqamət, mərhəmət, mehribanlıq istiqamətin seçməliyik ki, Allah da bizə rəhm eləsin. Tutalım ki, biri bizim xətrimizə dəyib. Biz kiminsə xətrinə dəyimsənsə, sən gedib üzr istəməlisən. Tutalım ki, biri bizim xətrimizə dəyibsə, biz neynəməliyik? Elə onu süründürməliyik ki, yox, mən səni bağışlamaram, xeyr. İnsan gərək onun qapısına üzrxahlıq üçün gələni mütləq bağışlasın. Allah Taala'nın istəyi budur ki, sən onu bağışlayasan. Sən onu bağışlayarsansa, qiyamət günü Allah da səni bağışlayar. Allah istəyir ki, əslində sənin işləri yüngülləşdirsin qiyamət günü, səni sınağa çəkir. Haqqunasın özü ilə bağlı da, tutalım ki, sən onun haqqın yox, o sənin haqqını tapdıyıb, amma gəlib peşman olub, üzrxahlığa gəlib, səhv elədiyin etiraf edirsə, onu çox incitmə. Üzr istəyən şəxsdə gərək heç utanmasın, çəkinməsin, üzr istəmək insanı kiçiltməz, daha da böyüdər. Geçsin, üzrxahlıq diləsin, əgər hansısa bir haqqını zay eləyibsə. Əgər bir yaxda deyim ki, üzr istəyə bilmirsə, gərək onun haqqında heç olmasa bağışlanma diləsin və müsbət fikir formalaşdırmağa çalışsın. Ona görə də belə olduğu təqdirdə Allah Taala bir cəmiyyəti haqqunasa bu cür riayət eləməyə çalışarlarsa, əvvəlki etdikləri günahları təkrarlamamaq və onlara son qoymaq, özünü islah eləyib, günahlarından üzrxahlıq edib, bir-birinə köməklik göstərərlərsə, bir-birinin haqqını qorumağa çalışarlarsa, cəmiyyət əmin-amanlığa çevirilər. Bir nəfər şəxs, bir hakim, ibadət olan bir hakim ki, qazi deyirlər də, qazi yəni bir mənası müharibə iştirakçısısa, bir mənası da hakim deməkdir. Orada zığların ərəb dilində fərqi var, hətta qığların da fərqi var. Ona görə bizdə isə hər ikisinə qazi deyilir. Qazi, hakim mənasında istifadə olunanda deyir, bir nəfər qazi, məhkəmə hakimi dünyasını dəyişir ki, çox mömin adam olur, çox təqvalı, dindar insan olur və insanlarla çox düzgün münasibət qurur, onların haqqını tapdamır. Hakim olasan, insanların hüququnu tapdamayasan, bu bir nümunədir əslində. Həyat yoldaşı da fikirləşir ki, mənim yoldaşım əgər insanların haqqını tapdamırdısa, bu cür ki, hakimlik eləyirdi, ədalətlə hakimlik eləyirdi və ibadətində də sabit qədəm idi. Deməli, bunun şübhəsiz ki, yeri cənnətdir, behişdir, belə fikirləşirdi. Amma deyir, gördü ki, onu kəfənə bükəndə burnundan ilan çıxdı və bədənin didməyə başladı. Çox qorxdu həyat yoldaşı. Çox qorxdu ki, necə ola bilər bu imanlı olduğu halda, özü də ədalətdə hakim olduğu halda bu nə ilə bağlı ola bilər? Deyir, bir gün yatıb yuxusunda görəndə həyat yoldaşı ilə görüşür və deyir ki, bəs səni mən bu cür bilirdim, niyə görə bu ilan məsələsi, hadisəsi nə ilə bağlıdır? Həmin şəxs deyir ki, o əslində sənin qardaşına görə baş verib. Həyat yoldaşına deyir ki, qardaşına görə baş verib. Deyir, necə? Deyir, bir gün qardaşım başqa bir şəxslə problemi var idi.
Əslində o problemi olduğu insan haqlı idi. Mən istəyirdim bir qaynım olduğuna görə, sənin qardaşın olduğuna görə onu haqlı çıxardım ömründə bircə dəfə. Mən elə onu haqlı çıxartdım qardaşımı. Və ona görə də bax bunun əzabını çəkdim. Bunun çətinliyini datdım. Deməli insan gör nə qədər ədalətli olmağınla yanaşı, dininə, imanına fikir verməklə yanaşı, gör həyatda nə qədər incəliklərə fikir verməlidir. Deyir, hətta qohumun olsa, qardaşın olsa belə ədaləti gərək əldən verməyəsən. Günahların bir çoxu insanlar bir də görürsən ki, heç günah hesab eləmirlər. Fikirləşirlər ki, bu adi bir işdir. Məsələn, evdə, ailə şəraitində görsən insan kobud əxlaq nümayiş etdirir, tünd xasiyyətli göstərir, fikirləşir ki, kişi bəlkə də fikirləşir ki, tünd xasiyyətli olmalıdır. Halbuki belə deyil. Bunun axirət aləmində, xüsusən bərzəx aləmində çətinlikləri var. İnsan evdə də özün kişi olmasına baxmayaraq yenə mülayim xasiyyətli olmalıdır. Tünd xasiyyətli olmamalıdır. Allah Teala Quran-Kərimin Bəqərə surəsi 81-ci ayədə buyurur ki, bəli, kim pis bir iş görsə və günahı onun bütün vücudun əhatə eləsə, belə şəxslər cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar. Əgər insan pis bir işə yol verir, öz xasiyyətindəki məsələn üçün tündlüyü yaxşı bir iş kimi görür və o cürdə yaşayırsa və onun bir məsələyə baxış tərzi onda xarakterə çevrilirsə, bütün bədənin əhatə etməsi bu deməkdir ki, onun bütün vücudun əhatə edirsə, belə insanlar deyil, cəhənnəm əhlidirlər. Orada həmişəlik qalır. Əslində, Allah Taala'nın bunu bizə eşitdirməkdə məqsədi budur ki, biz öz xasiyyətlərimizi nəzarətə götürək. Ona görə də insan bacardığı qədər insanlara, ətrafındakılara, hüquqlarına xüsusi riayət eləməlidir ki, bərzəx aləmində, qiyamətində bu əməllərə ona nicat verə bilsin ki, Allah Teala Ənkəbut surəsi 69-cu ayədə buyurur ki, bizim yolumuzda cihad edənləri şübhəsiz ki, öz yollarımızı göstərərik və həqiqətən Allah yaxşı iş görənlərlədir. Yəni demək istəyir ki, kim ki Allah yolunda cihad edir, nəfsi ilə mübarizə aparır, eyni zamanda insanların hüquqlarına riayət eləməyə çalışırsa, əgər kiminsə haqqını taplayıb onu düzəltməyə çalışırsa, Allah yolunda cihad sayılır da bu. İnsanların hüququnu bərpa etmək yolunda çalışırsa, peşman olub tövbə eləyirsə, qarşı tərəfin də qəlbini əl almağa çalışırsa, Allah Teala buyurur ki, biz belə insanlara yollarımızı göstərərik. Yəni, həmin işlərdə necə davranmalı olduqlarını göstərərik və bu yolla da bilsinlər ki, Allah Teala yaxşı iş görənlərlə birgədir.